Afrika materiki. Fatimə buyur, materikin sahəsi neçə milyon kvadrat kilometr? Əla, materikin ətrafında olan okean var şərqdən, Şərqdən Hind okeanı, qərbdən. Atlantik okeanı. Əla, materikin adası, yarımadası ən böyüklər Ən sadəcə. böyük yarımadası Somalidir, Əla. adası Madagaskar. Materikin qərbində körfəz, Riviera, Gvineya körfəzidir. Yaxşı, davam edir. Şimalda hansı dəniz? Aralıq dəniz, Şimal şərqində dənizdirsə, Qırmızı dəniz, materikin şimal qərbində davam da. Atlas dağıdır, Zirvə hündürlük. Materikin cənubunda qədim da. Kap və Əjdaha. Əla. Efiopiya yaylasında ən uca zirvə. Rast daşıyan 4620. Deyil. Yaxşı, böyük səhnədə şahid dağlar var, Əhənkar, Tibesti, Dark. Onların uca zirvələrinə də aydınlıq gətirək. Ahakqar yaylasının dağ haqqı 2918, Tibest yaylasının en yüksək 3415, Darfur platosu isə Manada 3088. Əla, siz onları materikdə olan vulkanlarla davam edək. Bəli, Kamerun vulkanıdır, Karimsididir, Kenyadır və Evet. Kilimancarodur. Onda materikin ən uca zirvəsi Kilimanjaro Kilimancarodur nə qədər? 5895. Əla, materikdə çökək yerləri. Ən çökək yer. Asyadır mənfi 157, Bəs şimalda Misirdə? Kafkaradır mənfi 133. Bəli, materikin şimalda hansı səhradır? Böyük səhradır. Burada bundan başqa digər səhralar var. Əlcəzair, Libiya, Nubiya. Materikin cənubunda Labidlə Kalahari. Kalahari səhrası. Efiopiya yaylasını göstərir. Efiopiya yaylasından cənubda hansı? Şərqi Afrika yaylası. Əla. Ümumiyyətlə Qırmızı dənizdən Zambezi çayına qədər materikin şərqində bu zona nə zonadır? zonası. Bəli, Şərqi Afrika sınma çat zonası. Bəli. Bax, neft-qaz desə materikin hansı hissəsini götürərsən? Şimal, cənub, mərkəz. Şimal. Əla. Dəmir, qızıl, kömür, almaz desə materikin Almaz hansı cənub. hissəsini? Cənuba, yəni Cənubi Afrika Respublikası. Bəli. Bəs materikin mərkəzində Kongoda, Zamibiyada hansı ehtiyatdır? Mis. Mis ehtiyatı.